ərlərinizi o vəziyyətə gətirib çatdırmayın ki, sizi öldürməyi beynindən keçirtsin. Ərlərinizin qədrini bilin ki, sonra siz qəbrə, əriniz də həbsə, uşaqlarınız da ortada onun bunun himayəsində qalmasın. Media işçisi deyir ki, özünüzü öldürtməyin. Cinayətkarlar da özlərini müdafiə edərkən deyirlər ki, ölən günahkardır. Faciə isə burasındadır ki, Nuranə Gülər MTV Azərbaycanda ailə problemlərinin müzakirə edildiyi verilişin aparıcısıdır. Belə çıxır ki, ailə problemlərinin həlli özünü öldürtməməkmiş. Onun səsləndirdiyi fikirlər Azərbaycanda qadın qətillərinin kökündə dayanan bütün zərərli fikirlərin manifestidir. Elə ötən həftə Tovuzda Səbuhi Hacızadə həyat yoldaşı Mətanət Hacızadəni boşanmaq istədiyi üçün qətlə yetirmişdi. Daha sonra isə bir video çəkərək qətli güya xəyanət üstündə törətdiyini deyirdi. Sonra isə məlum oldu ki, bu əslində yalan imiş. Xəbər saytları, sosial şəbəkə səhifələri dərhal bir xəyanət ssenarisi yazıb Səbuhi Hacızadənin videosunu paylaşmağa başladılar. Onlar arasında yazıçılar da var, ictimai simalar da, xəbər aparıcıları da. Hələ məsələnin təfərrüatları məlum olmadan medianın reytinq, daha çox baxış və klik naminə qətlə yetirilən qadına qarşı tez qaralama kampaniyası başlatması, media etikası bir tərəfə heç insanlığa da sıxmır. Mediada xəyanət iddiasının önə çəkilməsi qətlə yetirilmiş qadını cəmiyyətin gözündə günahkar obrazına saldı. Bu qatilin əməlinə haqq qazandırmaq üçün zəmin yaratdı və məsələni cinayət törədili faktından qadın qətlə yetirilməyə layiqdir müstəvisinə gətirdi. Aparıcı Nuranə Gülər də daxil olmaqla bir sıra media işçilər, yazıçılar, ictimai simalar tərəfindən davamlı olaraq qadınların qətlə yetirilməsində kişilərə haqq qazandıran narrativlər cəmiyyəti də bu cür qəddarlıqlara qarşı etinasız hala gətirib. Bu da yazıcı Müşfiq Abbasovun Mətanət Hacızadənin qətlinə reaksiyası. O deyir ki, Səbuhinin bu cinayəti törətmək üçün haqlı tərəfləri var imiş. Necə də dəhşətlidir. Çünki bu şəxs yazıcıdır və 12 il Respublika Prokurorluğunda müstəntiq kimi çalışıb. Bu yaxınlarda sosial şəbəkədə özünün paylaşdığı başqa bir postda isə həyat yoldaşı tərəfindən qətlə yetirilən kişinin ölümünə görə cəmiyyətdən reaksiya tələb edir və qadın qətilləri ilə bağlı reaksiya isə görün nə deyir. Halbuki istənilən cinayət pislənməlidir. İndi Müşfiq Abbasovun bu diskriminativ yanaşmasından belə çıxır ki, qadın insan deyil. Xəyanətin cəzası ölümdür deyərək cinayətə haqq qazandırmaq qadın qətillərinin normallaşmasına gətirib çıxarıb. Bu, qanunları, hüquq mühafizə orqanlarını, məhkəməni heçə saymaqdır. Təkcə son 3 ayda Azərbaycanda 23 qadın qətlə yetirilib, cinsi təcavüzə və ölümcül zorakılığa məruz qalıb. Bu hələ mediada yayımlanan saydır. O zaman belə bir sual yaranır. Nuranə Gülər, Müşfiq Abbasov kimi şəxslər bu cür narrativlərlə insan ölümünə səbəb olan cinayəti təşviq etdiklərini anlayıb, məsuliyyətlərini dərk edəcəklərmi? İnsan ölümünə səbəb olacaq fikirlərdən çəkinin.